Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Göygöl rayonunda, Göygöl rayonunun Balçılı kəndində, yəni Qırxlı bələdiyyəsində, bax qarşıda gördüyünüz hal-hazırda mən sizə yol göstərəcəm. Təxminən 50 metrlik məsafədə qarşıda gördüyünüz torpaq sahəsi satılır. Sənədi çıxarışdır. İndi bu haqda sizə məlumat verməliyəm. Gördüyünüz kimi bax 6 sotdur. 6 sotdan bir balaca çoxdur. Nəyə görə bir balaca? Çünki 34 metr uzunluğudur. 18 metr enidir. Sənədi çıxarışdır. Hal-hazırda indi mən sizə bu torpaq sahəsinin ətrafını göstərirəm. Gördüyünüz kimi ümumiyyətcə bu ərazidə uzun müddət həmişə çoxlu sayda yaşayış olub. Yenidən torpaq sahəsinin ərazisini göstərirəm. Qiymətim 18.000 manatdır, 6 sotdur. Dediyim kimi 34 metr uzunluğudur, 18 metr enidir. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı edən sənəddir. Bir balaca bağışlayın, bu cür alındı. Bax bu ərazidir. Təxminən 30-dan çox ağac növ var. Bax bu ərazidə torpaq tökmə olmur. Yəni torpaq tökmə deyil. Qiyməti yenə təkrar edirəm, 18.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Bu Balçılı kəndi, yəni Qırxlı bələdiyyəsi harada yerləşir? Gəncə şəhərində Gəncə qalasının üst tərəfindən marşrutlar işləyir. 36 nömrəli 15 dəqiqədən bir gəlir. Bundan başqa orada bu deməli Balçılıya işləyən taksilər gəlir. Gediş haqqı 60 qəpikdir avtobusdan. Ancaq taksi 1 manatdır. Yenidən bu torpaq sahəsinin ərazisini göstərirəm. Hal-hazırda burada deməli işıq və qaz xətləri yoxdur. Onu da bilirsiniz ki, yəni çıxarış olduqdan sonra həmin orqanlara müraciət elədikdən sonra bax bu xətləri çəkmək çətin deyil. Yəni bu qanunla icazə verilir, bu cürdür. Yenidən torpaq sahəsinin ərazisini göstərirəm. Gördüyünüz kimi 30-dan çox ağac növ var. Mərkəzi yoldan, bax həmin asfalt yoldan bura qədər bax bu torpaq sahəsinə qədər olan məsafə maksimum 40-50 metrdir. Qiymətim 18.000 manatdır. Mən bildiyimə görə qiymətində razılaşma olmalıdır. Yəni bax belə sizlərə uğurlar.